Deməli, hal-hazırda gəlmişik Cəlil Məmmədquluzadənin ev muzeyini ziyarət eləməyə. Cəlil Məmmədquluzadə ev muzeyi 1998-ci ilin 19 iyun tarixində Ulu Öndər Heydər Əliyev sərəncamı əsasında imzalanmış və muzey fəaliyyətini 1999-cu ilin 10 oktyabr tarixində başlamışdır. Deməli, biz hal-hazırda giririk Cəlil Məmmədquluzadənin ev muzeyinə. Gördüyünüz kimi burada deməli pianodur. Verilən məlumata görə o Cəlil Məmmədquluzadənin qızının şəxsi pianosudur. Deməli, burada Cəlil Məmmədquluzadənin yazdığı əsərlərdən düzəldilmiş personajlardır. Yuxarıda gördükləriniz o dövrə aid olan məişət əşyalarıdır. Deməli, bu gördüyünüz Xəndə xanım Məmmədquluzadənin portretidir. Cəlil Məmmədquluzadənin 3-cü həyat yoldaşı. Ənvər Məmmədquluzadənin portreti Cəlil Məmmədquluzadənin kiçik oğlu. Deməli, bu fotolarda gördükləriniz Cəlil Məmmədquluzadənin xaricdə yaşayan nəvə və nəticələridir. Bu gördüyünüz də Cəlil Məmmədquluzadənin birinci qızı olan Münəvvər Məmmədquluzadənin portretidir. Deməli, burada gördükləriniz Cəlil Məmmədquluzadənin sənətlərinin kopyalarıdır. Deməli, burada gördükləriniz isə Molla Nəsrəddin jurnalının orijinal nüsxələridir. Bunların hamısı orijinaldır. Yəni, kopya və yaxud da ki, sonradan işləmə deyil. Deməli, bunlar Cəlil Məmmədquluzadənin seçilmiş əsərləridir. Burada isə tədqiqatçıların Cəlil Məmmədquluzadə haqqında olan yazılarıdır. – 1999-cu ildə Ulu Öndərimiz Heydər Əliyev deməli buranı ziyarət etmiş və ziyarət zamanı çəkilən foto şəkillərdir. Bu isə Cəlil Məmmədquluzadənin ev muzeyinin maketidir. Beləliklə də Cəlil Məmmədquluzadənin ev muzeyindən olan çəkilişimiz bu qədər.